Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Hər zaman yaxşı olun, hər zaman gözəl bir əhval-ruhiyyədə olun. İlk öncə sizlərin Qurban Bayramınızı təbrik edirəm. Allah Taala kəsilən qurbanların hamısını qəbul eləsin, canınız sağlam olsun. Dəyərli izləyicilərimiz, sizləri salamlayıram Mərdəkandan Hacı Zeynalabdin Tağıyev küçəsi. Şanı otelin qarşısından 600 metrlik məsafədə, şəxsən özüm ölçmüşəm. 600 metrlik məsafədə. 600 metrlik məsafədə 6 sotun içərisində 6 otaqlı sizə bu 2 mərtəbəli evi təqdim eləməyə başlayıram. Torpağın da evin də kupçası var. Ümumi yaşayış sahəsi 350 kvadratdır. Qiyməti isə 770 min start qiymətdir, başlanğıc qiymətdir. Əlbəttə ki, endirimi olunacaq. Qazı, suyu, işığı, interneti hamısı var, daimidir. Evin ümumi giriş hissəsində sağ tərəfdə aşma hovuzumuz var. Gördüyümüz kimi çox qəşəng, zövqlü inşa olunub. Yuxarıdadır, çox gözəl də görünür. 5 metrənin 10 metrəyə olan filtrli hovuz, aşma hovuzumuz hal-hazırda gecə-gecə işlək vəziyyətdədir. Evin hər tərəfinə fırlanmaq olur. Gəlib o söhbətgahın yanında, amma keçmək olmur. Mən oradan gəldim, evin arxasına baxdım hər yerə. Evin arxa hissəsində evin bütöv olaraq texniki otağı yerləşir. Bir də həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Burada isə qonaq otağının qarşısında gözəl, qəşəng bir landşaft hissəsi, yaşıllıq hissəsi var. Yolkalarımız maşallah, şam ağaclarımız böyüyüb, gözəl də görünür. Məhəlləmiz çox qəşəngdir, bahalı məhəllədir. Hacı Zeynalabdin Tağıyev küçəsini tanıyanlar bilir ki, mən hal-hazırda Şanı oteldən 600 metrlik məsafədə hardayam. Buyurun. Hovuza bir yuxarıdan da baxaq. Bura bizim Dedim. Evin altında sanata görmüşdüm. Dedim onu. Bura mətbəx otağıdır. Birbaşa bura çıxışı var. Burada həyət üçün nəzərdə tutulmuş söhbətgah inşa olunub. Oradan da birbaşa mətbəxə keçid var. Evin daxilində göstərəcəm sizi. Bunun döşəməsi isti döşəmədir. Həyət bütöv olaraq sizə təqdim olundu bizi tərəfindən. İndi isə keçirəm evin ümumi giriş hissəsindən birbaşa evin daxilinə, birinci mərtəbəyə. Seyf qapıdır, Elvin gör, naboydadır maşallah. Hündür tavan, geniş ev. 6 sotun demək olar ki, 2,5 sotun bu ev tutub. Söhbətgahla, hovuzla birlikdə sayısıq, 3 sotun, 300 kvadrat yer tutub. Ev çox genişdir, çox böyükdür. Hündür tavana malikdir, gözəl bir pilləkən qəfəsi var. Girən kimi evin daxilinə sağ tərəfdə mətbəx otağı yerləşir. Mətbəx otağının daxilində mətbəx mebeli yığılıb. Mətbəx otağından birbaşa söhbətgaha keçid cam balkonlu üşkəylə yığılıb. Həyətdən göstərmişdim o keçidi. Hündürlüyü 4 metr var. Olar, 4 metr olar. Bütün birinci mərtəbə 4 metrdir hündürlüyü. Ev bütöv olaraq isti döşəməklə təmir olunub. Bir daha söyləyirəm, 4 fəsil yaşamaq olar bu evdə. 4 fəsil. Çox qəşəng, 6 dənə, 5 dənə yataq otağı var. Sol tərəfimizdə qonaq otağı yerləşir. Həyətdən demişdim, pəncərəmiz birbaşa yaşıllığa baxır. Birinci mərtəbədə ümumi sanitar qovşağı. Ümumi sanitar qovşağı. Birinci mərtəbədə ümumi sanitar qovşağın yanında çamaşırxana və texniki otaq. Texniki otaqdan həyətə də keçid var. Gedib gəlmək üçün kombi otağı görünür. Üzr istəyirəm, kombi aparatı görünür. Burada 2 dənə çıxışı var. Boiler, bütün texniki otaq burada yerləşir. Hər şey oradadır. Birinci yataq otağı, bir dənə yataq otağı var. Deməli, birinci mərtəbədə yataq otağının daxilində burada belə bir dolab yığmaq olar. Baxın, buradan belə dolab yığırsan, paltar asmaq üçün və daxilində sanitar qovşağı. Birinci mərtəbəni bütöv olaraq təqdim elədik sizlərə. İndi isə qalxırıq ikinci mərtəbəyə. Bir daha söyləyirəm, bunu dəyərləndirmək lazımdır. Çox qəşəng, rəngli, açıq rənglərdən istifadə olunaraq təmir olunub, gözəl, hündür tavana malikdir. Pilləkən qəfəsindən çox xoşum gəldi. Çox böyükdür. Belə
ürək açandır. Amma çılçırağımız biraz da uzun olsaydı əla olardı. Gəl elə. Ya qalxaq ikinci mərtəbəyə. Çox ha, çox hündürdür. Birinci mərtəbənin, ikinci mərtəbənin tavanına qədər məncə bir 10 metrdən çox olar. Olar. Geniş dəhliz. İkinci mərtəbədir. Çıxan kimi sol tərəfdə birinci yataq otağı. Oy maşallah. Naboyda bütün otaqlar özü belə geniş, böyükdür. Sonra yataq otağından bir dənə həyətə baxaq və yataq otağının daxilində sanitar qovşağı var, onu göstərəcəm. Bir də görüntüyə baxaq. Ne gözəl görünür. Natiq də aşağıdadır. Və daxilində sanitar qovşağı. Kiçik bir eyvanı, kiçik yox, lap böyük eyvanı var. Ay maşallah. Ay maşallah, ay maşallah. Natiq. Salam abi. Fokusu gücünden tutmuştu. Bu bozdum öyle çekileceğim. Yeni yataq otağı maşallah ma boyda. Yataq otağının daxilində qardırob yığmaq üçün otaq, jakkuzili vannası olan böyük bir sanitar qovşağı. Yox, qəşəng, çox xoşum gəldi Elmi. Böyük, geniş olmağı çox qəşəng, süperdir. Bax, bu boyda yataq otaqlar harada görmüsən? Sual verirəm. Hə? Fikrin var? Fikrin var? Bu genişliğində yataq otağı. 360 kvadratdır, 360 kvadrat bax yaşayış sahəsidir. Bax, harada görürüz? 25 kvadratdır yataq otağının biri. Hələ ən balacası. Və tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Geniş ev istəyən müştərilərimiz bizə zəng edin, bu evə baxın. Mən sizlərə deyim ki, bu ev sizin xoşunuza gələcək. Qiymətində endirim olunacaq inşallah. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.